İzləyicilər, biz hər zamandakı kimi vətən üçün canından keçən və bədəninin müəyyən hissəsini qurban verən igidlərin ocağında öldürdüyüm, əvvəl hər zamandakı kimi başımızın tacı olan şəhid ailələrində olduğu kimi qazilərimizin də ailəsində olmaq özümüzə borc bilirik. Bugün vətən uğrunda bədəninin müəyyən hissəsini qurban verən 1-ci Qarabağ müharibəsində torpaqların 80%-i üçün canından keçən, bədəninin müəyyən hissəsini qurban verən bizim dəyərli qardaşımız, Natiq qardaşımızın ocağındır. Natiq müəyyən səbəblərdən dünyasını dəyişsə də biz onların da ailələrini yaddan çıxartmırıq. Elə istərdik ki, o ailədə olaq, ətraflı söhbətlərimiz olacaq. Dediyim kimi, hal-hazırda elə Natiqgilin ailəsindəyik. Hüseynov Natiq 1-ci Qarabağ müharibəsində silahın olmayan dövründə bədəninin müəyyən hissəsini vətən uğrunda qurban verən igidlərdəndir və müəyyən səbəblərdən dünyasını dəyişib. Ətraflı indi Bəhruz özü ətraflı şəkildə çəkiliş vasitəsindən bizim Azərbaycan xalqına ətraflı çatdıracaq. Bəhruz, ilk öncə salamlayıram. Bugün həqiqətən qürur vericidir ki, biz belə deyək ki, 1-ci Qarabağ silahın olmayan dövründə sinələrin qarşıya verib torpaqların 80%-ni qoruyub saxlayan igidlərdən də biri Hüseynov Natiq olub. Müəyyən səbəblərdən dünyasını dəyişib. İstərdim ki, elə Natiq haqqında siz ətraflı məlumat verəsiniz. Buyur. Hər vaxt xeyir olsun. Sən bilirsən ki, ümumiyyətlə bayram ərəfələrində, xüsusi günlərdə şəhidlərimizin evlərini daim ziyarət edirik. Daim onların belə deyək, yanında oluruq. Gedib qapılarında biz çayını içirik. Sözdür, onlara diqqət, qayğı daim olmalıdır, daim də öz yerində. Amma bizim üzərimizə düşən o hansı ki o hiss var ki, onu həyata keçiririk. İndi nə qədər keçiririk, nə qədər nail olduq ona öz yerində. Və qeyd elədiyim kimi, bu günləri 1-ci Qarabağ müharibəsinin qəhrəman qazilərindən, qəhrəman döyüşçülərindən Hüseynov Natiq Nərimanovun ailəsindəyik. İstərdim ailəsi olaraq bacıma, övladlar olaraq Həsənə, Zeynəb qızımıza bir bayram təbrik edeyim. Allah sizin bayramınızı mübarək eləsin. Allah sizə can sağlığı versin və bugünkü günün xatirlərini istəmişəm. Həm Ramazan bayramı ilə bağlı, həm Novruz bayramı ilə bağlı hər birinizi təbrik edirəm. Baxmayaraq ki, Natiq öz canı ilə, qanı ilə vətənimizə, bayraqlarımızın həmişə yüksəkdə dalgalanmasına, torpaqlarımızın bütövləşməyə uğrunda 1-ci Qarabağ müharibəsində canını, sağlamlığını itirmiş qazi qardaşlarımızdan idi. Və bugün o yoxdur, amma onun olmamasına baxmayaraq biz borc bildik ki, gəlib sizi evdə təbrik edəyək, öz qardaşımızın ailəsi olaraq, balaları olaraq. Hüseynov Natiq Nərimanoğlu qeyd elədim 1-ci Qarabağ müharibəsində döyüşlərdə qəhrəmancasına öz səhhəti ilə bağlı yaralanıb, öz səhhətini itirən qardaşlarımızdan idi. 1-ci qrup Qarabağ müharibəsi əlili idi. O, daimi insanlar arasında baxmayaraq ki, canının bir hissəsini itirmişdi, sağlamlığın bir hissəsini itirmişdi. Daimi öz gülərüzlüyü ilə, zarafatı ilə, daimi səmimiyyəti ilə, həmişə baxmayaraq canı ilə həmişə belə deyək, əlləşirdi. Amma öz hörməti ilə bizim aramızda xoş xatirə buraxdı getdi. Bu günləri hər birimizin qəlbində, hər birimizin xatirində Natiq o gülərüzlüyü ilə, o zarafatı ilə xatirimizdədir, qəlbimizdədir və heç vaxta yadımızdan çıxartmarıq. Və qeyd elədim, gəldik ailəsini təbrik edək, bayram münasibəti ilə xoş günlər arzulayaq. Nə qədər yaşayırıq, həmişə deyirəm onu, nə qədər nəfəs aldıq, bu ailələri daimi ziyarət edəcəyik və üzərimizə düşən, bayaq dedim, ona nə dərəcədə nail olduq bilmirəm, amma üzərimizə düşən məsuliyyəti dərk edirik. Nə dərəcədə dərk edirik, onu Allah bilər, insanların münasibəti bilər. Natiq, bayaq qeyd elədim, 1-ci Qarabağ müharibəsində yaralandı və Qarabağın döyüşlərinin fəsadı olaraq aldığı yaradan rəhmətə getdi. Çox canı ilə əlləşdi, dərmanı, müalicəsi, planı. Amma bütün bunlara baxmayaraq, daim istər müalicədə olsun, istər xəstəxanalarda olsun, daimi zarafatı ilə, onun xatirə şəkilləri qalıb, xatirə videoları qalıb, elə oğlumuz, balamız, Həsən balamız da həmişə paylaşır onu öz səhifələrində və yazırıq balamıza ki, ata heç vaxtı dünyasını dəyişib, heç vaxtı
yaddan çıxmaz. Çünki onun elə bir həyat yolu var ki, hər birimizə örnəkdir. Necə ki, qəhrəman şəhidlərimizin həyat yolu örnəkdir. Qız balamız da Allah saxlasın, Allah can sağlığı versin. Qızım ağlama. İnan ki, ata daimi sizin yanınızdadır. Atanın ruhu daim bu evdədir. Atanın ruhu şəhidlərimizin ruhu kimi daimi sizin çiyinizdədir və məsuliyyətlidir. Allah sizə can sağlığı versin. Bəhruz, bir sual verərdim. Yəni siz özünüz də belə ətraflı biz də istəyərdik ki, sizlərdən eşidək. Natiqin ilk döyüş yolları hansı bölgədən başladı? Füzuli istiqamətində döyüşlərdə oldu. Misal 44 günlük Vətən müharibəsində də Füzulidən çox şəhidimiz gəldi və 1-ci Qarabağda da ən çox şəhidimiz Füzuli rayonundan oldu.